İndi isə davam edək ABC Akademinin geridə 21-dən sonraki suallarını çəkməyə. Bizə deyir ki, bir hüceyrədə müəyyən bir X faktoru ilə fotosintezin sürəti arasında asıllıq qrafiki verilmişdir. Bu faktorlar nə ola bilər? Mən burada görürəm ki, X faktoru hər nədirsə, müəyyən müddət fotosintezin sürəti artır. Bu faktor elə bir şey ola bilər ki, məsələn, karbon qazının miqdarı ola bilər. Karbon qazının miqdarına görə artım ola bilər və yaxud da ki, işıq nə qədər çoxdursa, fotosintez bir o qədər sürətli gedə bilər. Temperaturla əlaqəsi yoxdur. İşığın dalğa uzunluğu ilə də yoxdur. İşıq şiddəti ola bilər, yəni işığın çox və yaxud da az olmağı. Karbon qazında miqdarı ola bilər. Burada su da ola bilər, təbii ki, suyun miqdarı. Buna görə də cavabımız olacaq 2, 3, B variantı. Növbəti keçək 22-yə. 22 nömrəli sualın bir neçə dənəsini biz artıq işləmişik demək olar ki. Gəlin başlayaq izahdan. Deyir, DNT molekulunun müəyyən sahəsində nükleotidlər arasında kovalent rabitələrin sayı 238-dir. Biz bilirik ki, 2-2 qədər var rabitələrin sayı ümumi. Edirəm 238-ə, bu zaman 2-nin, yəni nükleotidlərin sayı eləyəcək 240. Deməli, mənim ümumi 240 ədəd nükleotidim var. Və məndən istəyir ki, bu molekulda 3 qat hidrogen rabitələrinin sayı 42-dir. 3 qat hidrogen rabitələrinin sayı 42-dir. O deməkdir ki, yəni 42 ədəd sitozin var, 42 ədəd guanin var. Deyir, maksimum neçə nükleotid 4 rabitənin əmələ gəlməsində iştirak edər. Mən 240-dan çıxmalıyam, yəni ümumi nükleotidlərin üzərindən guanin və sitozinin cəmini 84-ü çıxaram. Bu edər 156. Aldığım bu 156 adenin və timinlərin cəmidir. Mənə deyir ki, maksimum neçə nükleotid 4 rabitənin əmələ gəlməsində iştirak edər. Mən də bilirəm ki, maksimum adeninlə timinlərin hamısını ortada gətirsəm, adeninlər qarşıdan bir-birlərinə birləşər, bir də altdan və yuxarıdan hidrogen rabitə, kovalent rabitə əmələ gətirər. Bir də əgər hamısını ortada götürürəmsə, zənciri başlayan və bitirən 4 ədəddə deməli guanin və sitozini götürsəm, bunlar da 4 rabitə əmələ gətirir. O zaman 156 üstə gəlinsin 4, hansı ki bu 156 adeninlə timinlərin cəmidir, ortada gəlsin. Bu 4 dənə isə sitozinlə guaninlərin cəmidir ki, zəncirin ikisi başladır, ikisi bitirir deyə. Bu da bizə cəmi 160 verir ki, cavab C variantı. Ümumi neçə dənə nükleotid 4 rabitə əmələ gətirdi? Maksimum 160 ədəd. 23 nömrəli sual. Orta deyir nisbi molekul kütləsi 54.000 olan DNT molekulunda. Mən bilirəm ki, DNT nükleotidlərdən ibarətdir. Deməli, mən 54.000-i ümumən bölsəm 300-ə bir nükleotidin kütləsinə. Bu, deməli, mənə verəcək nə qədər nükleotid? 180 nükleotid verər mənə. Deməli, bu 180 dənə nükleotid içərisində 50 adenin var. 50 dənə adenin varsa, 50 dənə də timin var. Bunu bildik. Bu molekulda minimum neçə nükleotid 5 rabitənin əmələ gəlməsində iştirak edər? Minimum 5 rabitənin əmələ gəlməsində iştirak edər deyirsə, deməli, mən bunları sitozinlə guanin zəncirin ortasında olsa 5 dənə rabitə ilə birləşmə əmələ gətirər. Burada fikir verdiyiniz kimi. Məndən maksimum desə, əgər maksimum desə, mən bütün adenin və sitozin və guaninləri zəncirin ortasında gətirəcəm. Yox, məndən minimumu istədiyinə görə minimumu mən nə etməliyəm? Zənciri başlayan və bitirənləri çıxaram. Bu sitozinlə guanin olar. O zaman 50 nükleotidin 50-si adenin, 50-si timin idisə 180-dən mən çıxaram 100-ü, yəni
adeninlə timinin cəmini eləyər 80. Hansı ki, bu 80 sitozin və guaninin cəmidir. Mən sitozinlə guaninin üzərindən 4 dənəsini çıxaram. Desəz ki, niyə? Əgər zənciri başladanları mən sitozinlə guanin, zənciri bitirənləri də sitozin və guanin nəzərə alsam, yerdə qalan 76 ədəd nükleotid ortada gəlir və onlar 5 rabitə əmələ gətirir. Cavabımız B. Burada minimum yox, maksimum desəydi, onda mən zəncirin ortasında götürəcəydim bu 80-in hamısını. O zaman A variantı olardı. Gələk 24 nömrəli sualımıza. Bizə deyir, insanın yumurtalığının yetişmə zonasında cəmi 12 ədəd hüceyrə qütblərə xromosom vəziyyətdə çəkilmişdir. Biz bilirik ki, meyozun birinci ana fazasında hüceyrələr qütbə nə şəkildə çəkilir? Təbii ki, xromosom şəklində çəkilir. Mən indi burada təqribən çəkdim. Deməli, 12 dənə hüceyrə qütblərə xromosomlar şəklində çəkilibsə, deməli 6 ədəd burada var imiş, 6 ədəd burada. Yəni meyoz 1-dən əmələ gələnlər. Biz burada bunu ümumən götürürük qamet kimi. Hələ ki qamet deyil, bu yönəldici cisimcik kimi. Çünki hüceyrənin bir böyük, bir kiçik alınırdı. Daha sonra bunlar da öz növbəsində bir böyük, bir kiçik, kiçik isə 2 dənə kiçik əmələ gətirirdi. Bizdən isə deyir, alınan yönəldici cisimlərdə atosom xromosomların cəmini tapın. Mən bilirəm ki, bunların hər biri haploid xromosom dəstlidir. Sadəcə olaraq bu qamet hesab etmişəm və bundan alındığına görə bu hissəni baxmayacağam. Mən bu hissəyə baxacağam. Sonda bu 6 hüceyrə 2 yerə bölünərək 6 ədəd bundan, 6 ədəd bu yönəldici cisimcik və cəmi 12 hüceyrə olurmu? Hər hüceyrəndə haploid xromosom dəsti N olduğundan və N-də də atosom xromosomlar da 22 ədəd olduğuna görə mən 12-ni 22-yə vuracağam. Burada alacağam 264. Əgər mənə burada 12 hüceyrə qütblərə tək xromosom şəklində tək xromatidli çəkilib desəydi, o zaman mən biləcəydim ki, burada 12 ədəd, 12 ədəd, 12 ədəd hüceyrə var imiş və bunları hesablayacaqdım. Çoxlarımız burada hesabladıqda A variantını alırıq. Amma burada diqqət edəcəyimiz hissə var ki, burada qütblərə xromosom şəklində çəkilir deyir və xromosom şəklində çəkilmə də birinci meyozun ana fazasına uyğun gəlir. Növbəti 25 nömrəli sualımız deyir, bir hüceyrənin meyoz bölünməsi zamanı ikinci anafaza mərhələsində xromosomların sayı 48 ədəddir. Deməli, ilk öncə bilməliyəm ki, meyozun ikinci anafazasında düstur 2N, 2C vəziyyətindədir. Mənə 2N deyir 48-dir, bunu saxlayıram. Həmin bu canlının deyir anafaza mərhələsində mitozun anafaza mərhələsində xromosom, xromatid DNT-nin miqdarını istəyir, amma DNT zənciri deyir. Mən bilirəm ki, anafazada, mitozun anafazasında 4N, 4C, 4 dedi, amma mənə DNT molekulunu yox, zəncir istədiyinə görə 8-də götürürəm. Bunlar hər biri eyni bir şey olduğuna görə mən bunları toplasam, 16N qəbul eləsəm, buradan da nə edə bilərəm? 2N 48-də 16N-i mən necə alaram? 2N vuraq, 8 kimi ala bilərəm. Burada 48-i vuraram 8-ə və nəticədə cavabımız olar 384 və cavab B variantı. Növbəti artıq məsələlərimiz bitdi. Keçək şifahi suallarımıza. Bizə qeyd edir ki, ATF haqqında verilən ifadələrdən hansı yanlışdır? Bir oxuyaq. Deyir, kimyəvi tərkibinə görə nükleotiddir. Bəli, nükleotiddir. Bu doğrudur. Sonra heyvan hüceyrəsinin sitoplazmasında sintez oluna bilər. ATF, bəli, sitoplazmada sintez oluna bilər. Hüceyrədən hüceyrəyə keçə bilər. Ümumiyyətlə, hüceyrədən hüceyrəyə ATF heç vaxt keçə bilməz. Yəni, səhv olan cavab budur. Hüceyrənin enerji mənbəyidir. Bəli, 2 makroerlik rabitəyə malikdir. Bəli, ümumiyyətlə,
DNT bilin ki, nüvəni tərk eləmir canlılarda, eukaryot canlılarda. Amma RNT-dir, ATF-dir, daha sonra başqa hüceyrədə hazırlanan digər maddələr olsun. Hər biri nüvəni tərk edir. Amma hüceyrəni tərk etmək söhbətinə qalsa, fermentlər hüceyrəni tərk edib bir hüceyrədən digər hüceyrəyə keçə bilər. Bunlar nüvəni tərk edir, olduqları yeri tərk edir, amma hüceyrədən kənara çıxa bilmir. DNT isə ümumiyyətlə nüvədən kənara çıxa bilmir. Gələk 27-yə. Hüceyrənin membransız orqanoidləri hansılardır? Biz burada götürəcəyik hüceyrə mərkəzini və ribosomu 4-5B variantı olacaq. Vakol bir membranlıdır. Bəzən şagirdlər burada çaşır. 2 qat mayalanmada n qədər hüceyrə iştirak edərsə cəmi neçə toxum əmələ gələr? Ümumiyyətlə mən bilirəm ki, 2 qat mayalanmada 4 ədəd hüceyrə iştirak eləyəndə bir toxum yaranırsa, n qədər hüceyrə iştirak eləsə x, buradan x bərabərdir n bölək 4 şəklində yazarıq. Cavab D variantı. Doğru ifadələri seçindir. İnsanda ziqotun əmələ gəlməsində iştirak edən hüceyrələr. Ümumiyyətlə ziqotun əmələ gəlməsində iştirak edən hüceyrə qametdir. Qametlər haqqında doğru fikri seçmək lazımdır. Bilavasitə mitoz yolla əmələ gəlir. Əsasən biz deyirik ki, qametlər, yəni cinsi hüceyrələr, spermatozoidlər və yumurta hüceyrə meyoz yolla əmələ gəlir. Amma yosun, qışı, mamır bu tipli bitkilərdə əmələ gəlir mitoz yolla. Cavabımız bu deyil. Bu yanlışdır. Deyir, diploid xromosom dəstinə malikdir. Xeyr, əsasən diploid olmur, haploid olur. Nüvəyə malik deyil. Niyə malik olmasın ki? Cinsi və autosom xromosomlara malikdir. Bəli, cinsi və autosom xromosomlara malik ola bilər. Çox nüvəlidir, səhvdir. Cavabımız 29-da olar, D variantı. Sonra 30. Deyir, şəkildə verilən canlıya aid aləmin nümayəndəsində ola bilməz. Bu bakteriyadır. Ribosom olar, xlorofil olar, hüceyrə divarı olar, amma lizosom olmaz. Plazmatik membran olar. Desəz lizosom niyə yoxdur? Burada membranlı orqanoid yoxdur. 31. Hemotrof bakteriyaları seçməyimi istəyir. Burada deməli kükürt bakteriyasıdır. Bir də dəmirdir, amma dəmir sadəcə bir elementdir. Siyanobakteriyalar avtotrofdur. Yaşıl və qırmızı bakteriyalar avtotrofdur. Burada bakteriyasını yazıb sadəcə düşməyib. Ona görə bəli 4-də götürə bilərəm. C variantı. Sonra 32. Bir zəncirində deyir n qədər nükleotid olan DNT molekulunda ortofosfat turşu qalıqları ilə pentozalar arasındakı rabitələrin sayı hansı düsturla hesablanar? Mən bunu sizə 2-2 düsturu ilə qeyd etmişdim. Buna görə də bu bizim necə deyərlər, pentoza qalıqları ilə arasındakı rabitələrin sayı. Bu zaman biz bunu n qədər deyir, nükleotid var. N qədər nükleotid varsa 2 dənə zəncir var. Elə deyilmi? Gəlin bir dəqiqə buradan çəkək. N qədər nükleotid var, bir zəncirdə n qədərdir. O zaman digər zəncirdə də n qədər nükleotid olar. Bunlar arasındakı rabitənin sayı -1 ilə hesablanır. Hansı ifadə ilə deyir müəyyən etmək olar molekulunda? Burada cavabımız 2n-2 olmalıdır. Burada lakin cavabı C veriblər. Mən bu C-ni hardan alındığı məlum deyil. Amma 2n-2 cavabını ala bilərik. Nəyə görə desəz? Çünki bir dənə nükleotid çəkək. Bunun eynisini də buradan çəkək. Biz bilirik ki, bir zəncirdə olan nükleotidin ortofosfatı ilə digərinin pentozası arasında bir dənə rabitə olur. Hansı ki, bu da nükleotidin sayından bir vahid aşağıdır. Əgər mənim zəncirimin birində n qədər nükleotid varsa, digərində də n qədər nükleotid var. Rabitələrin sayı isə n-1-dir, digərində də n-1-dir. 2 zəncirdə bir yerdə n-2n-2 şəklində tapılır. Sonra
Növbəti davam edək 33 nömrəli sual ilə. Glikolizdir. ATF şəklində toplanan enerji budur. İstilik şəklində toplanan isə X-dir. Normalda mən bilirəm ki, glikolizdə 120 kilojol istilik ayrılanda 80-i toplanırdı. Nə qədər indi ayrılsa 240-ı toplanar. Buradan X-i tapsam, deməli 80 burada, 240 vurulsun 120. Bunun ilə bunu aparsam 360 olar. Cavab C variantı. Mitozun hansı mərhələsindədir? Xromosomlar nüvənin daxilində ola bilər. Xromosomlar nüvənin daxilində ola bilər. Bir profaza mərhələsində görülə bilər. Bir də telofaza, hansı ki 1-3, o da 34-də olar. A variantı. Birində nüvə pərdəsi ayrılana qədər içərisində görünür, profazada. Birində isə nüvə pərdəsi yaranır, o zaman xromosomlar içərisində olur, ona görə də telofaza. 35. Hüceyrənin hansı orqanoidi hüceyrə daxili həzmdə iştirak edir? Bu da lizosomlardır. Hansı bitkinin qameti orqamiya tipli qametlər ilə yaranır? Ulotrix ola bilməz. Orqamiya o deməkdir ki, yəni biri dişi böyük olur, erkək isə kiçik olur. Bu əsasən hansı bitkidə ola bilər? Erkək qıcıda ola bilər. Sonra verilən hansı ribosoma malik deyil canlılardan? Hepatit C virusu, çünki bu canlı deyil, virusdur. Verilən strukturlardan neçəsi nuklein turşuların yalnız bir növünə malikdir? Xloroplast, mitoxondri 2 növünə malikdir. Endoplazmatik şəbəkədə ümumiyyətlə yoxdur. Golgi aparatında yoxdur. Lizosomda yoxdur. Ribosomda RNT var. Xromosom isə DNT-dən ibarətdir. 38-də cavab olacaq B 2 ədəd. Yəni ribosom və xromosomda. Növbəti gələk 39-a. Cədvəldə deyir, təqdim olunan strukturlardan müvafiq olaraq proseslərin baş verməsi plus və minus ilə uyğun olaraq müəyyən edilmişdir. Biz nə etməliyik burada? Nüvədə translyasiya, transkripsiya. Bir də nüvədə translyasiya prosesi gedər, amma daha doğrusu translyasiya deyil, transkripsiya gedə bilər. Mənfi ilə başlamalıdır cavab. Plastidlərdə translyasiya da gedir, transkripsiya da gedir. Mitoxondridə də bu gedir. Hər ikisi dənəvər endoplazmatik şəbəkə deməkdir bu. Dənəvər endoplazmatik şəbəkədə bu proses gedəcəkmi? Translyasiya gedəcək, amma transkripsiya getməyəcək. Çünki üzünü köçürmə prosesi yoxdur burada. Minusla başlayıb minusla bitən olmalıdır. Plus da ortadakıların hər biri plus olmalıdır. O da A variantı. Sonra gələk 40-a. 40 burada görünən tütün mozaikası virusudur. Şəkildəki verilən varlıqda deyir, rast gəlinmir. Əsasən bu nə tərkiblidir? RNT tərkibli virusdur. RNT tərkiblidirsə, burada dezoksiribozaya rast gəlinməyəcək.